mən deyirəm ki, bu işləri görsəniz sağlam olarsınız. Çox hərəkət eləyin, bol miqdar su için, boş verin əsəbinizə toxunan adamları, boş verin, uzaq olun. Bəzən boş vermək olmur axı. Ona gəldim. Vaxtında yatın, sonra düzgün qidalanın, doymamış əlinizi süfrədən çəkin, gündə 2 dəfə qidalanın, normalda insan 2 dəfə qidalanmalıdır, səhər-axşam. Bu fərq nə qədər çox olduqca xoşbəxtliyiniz gəlir, xərçəng hüceyrələri orqanizmdə öz-özünü təmizləyir. Günorta yeməyək. Günorta yeməyin. Yəni, və müəyyən idman hərəkətləri var, yüngül idman hərəkətləri. Qabaqlar deyirlər, qaçın, indi qaçmaq məsləhət görülmür 60 yaşdan sonra. İndi yeriş, sürətli yeriş, müəyyən diz hərəkətləri var ki, adamlar bu gün nədən narahatdırlar? Doktor, pilləkən çıxamıram, pilləkən düşəmirəm, dizlərim dağırı var. Niyə? Çünki yeyir, içir, televiziyanın qabağında uzanır, yatır, oynaq, onurğa sütunu, oynaq nə ilə qidalanır? Hərəkətlə. Hərəkət vakuum sistemindən, oraya xüsusi qan damarı getmir, xüsusi limfa damarı, limfa axını olmur, sən hərəkətlə onu qazanırsan. Və bu insanlar da hərəkət eləmədikləri üçün sonra deyir, mən gəncliyimdən artıq elə bir hərəkətsiz qalmışam və şikəstəm.